120-ci testlə davam edirik. Rəqs konturunun eyni sarğacına birinci kondensator qoşduqda yaranan sərbəst elektroman rəqslərinin periodu T1. Demək, ikinci kondensator qoşduqda isə period T2 olmuşdur. Sarğacı həmin kondensatorları paralel birləşdirib qoşduqda yaranan rəqslərin periodu soruşulur. Deməli, şəkil olaraq belə təsəvvür edin ki, bu kondensator və ona sarğac. El indüktürlü sarğac, C1 tutumlu kondensator. Sonra başqa bir kondensatorumuz həmin sarğaca qoşulub, C2, el indüktürlü yəni sarğac. İndi deyir ki, bu kondensatorları, C1 və C2 kondensatorlarını paralel olaraq həmin sarğaca birləşdirək. Yəni, belə bir dövrə quraq. Şəkli belə çəksə daha yaxşı olar. Deməli, belə bir kondensator, digər kondensator. Bunlar paralel birləşdirilib və hər hansı bir sarğaca qoşulub el indüktivli ilə. Demək, bu C1, bu C2. Demək, bunları biz paralel qoşmuşuqsa, o da dövrənin ümumi tutumu olacaq C1 topla C2. Rəqs konturunun period üstü bilirik ki, 2pi kök altı LC-dir. Buradan C-ni tapmaq üçün kvadrata yüksəldib kökdən azad eləməliyəm. 4pi kvadrat LC. C-ni tapanda olur T kvadrat bölünsün 4pi kvadrat L. İndi bir dəfə C paralel üçün yazıram. T kvadrat bölünsün 4pi kvadrat L. Bu T kvadrat bərabərdir. C1-in əvəzinə, bax bu C1-in əvəzinə qoyuram. T1 kvadrat bölünsün 4pi kvadrat L. L eyni olduğuna görə elə dəymirik. Üstə gələk T2 kvadrat bölünsün 4pi kvadrat L. Eyni olan kəmiyyətləri ixtisar edirəm. 4pi kvadrat L hər bir yerdə, hər bir həddə var. Və alınan ifadəni yazıram. T kvadrat bərabərdir. T1 kvadrat üstə gəl T2 kvadrat. Buradan isə T-ni tapanda kök altında T1 kvadrat üstə gələk T2 kvadrat olacaq. Deməli, doğru cavabımız olacaq onda C variantı. 122. Bir dənə 21-ə də baxaq. 121-də deyir ki, rəqs konturunda elektroman rəqsləri zamanı kondensatorun yükü 0 olduğu anda. Deməli, bizdə Q 0-dır. Q bərabər 0 olduğu anda hansı kəmiyyətlər maksimum olur? Deməli, yük. Elektrik aid olan kəmiyyət 0-dırsa, onda maksimum olan maqnitə aid olan kəmiyyətlər olacaq. Yəni, cərəyan şiddəti, sarğacın maqnit sayısının enerjisi, bir də maqnit sayısının enerji sıxlığı, yəni 2, 4, 6. 123. Rəqs konturunda kondensatorun yükünün zamanı asılı qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? A nöqtəsində kondensatorun gərginliyi maksimumdur. A nöqtəsində, bir dəqiqə, A nöqtəsində yükü 0-dır gördüyünüz kimi. A-ya uyğun Q-miz 0-dır. Deməli, belə çıxır ki, onda gərginlik maksimum ola bilməz. Yəni, maksimum olmayacaq, 0 olacaq. Gərginlik 0-dır, onda 2-ni seçirəm. B nöqtəsində sarğacın cərəyan şiddəti maksimumdur. Bu da yanlışdır, çünki burada yük maksimumdur. Yük maksimumdursa elektrik aid olan Q maksimum olduğuna görə cərəyan şiddəti 0 olmalıdır. Onda doğru cavabımız olacaq 2 və 4. 125. Rəqs konturunda elektrik sayısının enerjisinin zamandan asılı qrafiki verilmişdir. İlk T bərabər T bölü 4 müddətində fiziki kəmiyyətlərin qiymətləri üçün hansı ifadələr doğrudur? Deməli, biz bildik ki, T bərabərdir 0 anında elektrik sayısının enerjisi W 0'dır. Onda periodun 4'də 1'ində bu kəmiyyət maksimum olacaq. Elektrik aid olan kəmiyyətlər maksimum olacaq. Maqnitə aid olan kəmiyyətlər, elektrikə aid olanlar maksimum. Maqnitə aid olanlar isə minimum, yəni 0 olacaq. Onda deyir ki, 4'də 1 müddətində elektrikə aid olan kəmiyyətlər artırsa, kondensatorun yükü artır. Onda gərginliyi də artacaq, cərəyan şiddəti artmayacaq, maqnit sayısı enerjisi artmayacaq, bir də maqnit sayısı enerjisi azalmayacaq. Daha doğrusu maqnit sayısının enerjisi deməli azalacaq. Deməli, burada qaldı bir də 5-ci sarğacın maqnit sayısı enerjisi azalır. Doğru cavab olacaq 1, 1, 1.
2, 5. Sonra 127-ci suala baxırıq. Kondensatorun elektrik tutumu bizə verilib. Yazırıq S bərabərdir 4 mikrofarad, mikroons -6 farad. Olan rəqs konturuna yaranan sönmənin elektron rəqsləri zamanı kondensatorun gərginliyi zaman asılı qrafiki verilmişdir. C nöqtəsinə uyğun zaman anında, yəni buna uyğun zaman anında sarıcı maqnit enerjisi soruşulur. W bərabər sual. W-ni tapmaq üçün W tamdan W elektriki çıxmaq lazımdır. Niyə görə? W tamdan çıxılacaq. Çünki burada onun maksimal verilib. Gərginin maksimal qiymətini 50 volt verib. Bir də gərginin ani qiymətini 10 volt verib. Ona görə də maqnit sayısı enerjisini tapmaq üçün W tamdan, yəni W tamı yerinə COM kvadrat bölü 2 qoyacağım. Elektrikin də yerinə CO kvadrat bölü 2. C bölü 2-ni çıxardıram mötərizə xərcinə. UM kvadrat çıxaq, U kvadrat olacaq. Deməli, C bölü 2 bizdə tutum verilmişdir. 4 ons -6 bölünsün 2. 50'nin kvadratı 2500 çıxaq, onun kvadratı 100. Demək, burada alınacaq 2400. 4 ilə 2 ixtisar gedəcək. 2 vurulsun ons -6. 24 ons 2 belə yazıram. Bu da eləyəcək 48 ons -4. Biz bunu necə yaza bilərik? Demək 480 vurulsun 10 üstü. Yox, daha doğrusu bir dəqiqə. Biz bunu yaza bilərik. 4,8 ons -3 joule. O da 4,8 millijoule deməkdir. 129-cu sualda deyir ki, rəqs konturunda elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisindən asılı qrafiki verilmişdir. A nöqtəsində kondensatorun gərginin ani qiyməti onun maksimal qiymətindən 2 dəfə azdır. UM bölü 2'dir. Bu anda maqnit sayısının enerjisi soruşulur. Demək, maqnit sayısının enerjisini yəni tapmaq üçün tam enerjidən elektrikə çıxmaq lazımdır. Əgər W elektrik CO kvadrat bölü 2'dirsə, WY gərginlik kvadratik düzaslıdırsa, buradan alınır ki, W tam, daha doğrusu W elektrik W tam enerjiden 4 dəfə az olacaq. Çünki kvadratı ilə düz asıldı. Gərginin kvadratı ilə gərgin 2 dəfə azalırsa, onda demək tam enerji nisbətdə 4 dəfə elektrik sayısının enerjisi az olacaq. Yazıram W-in bərabərdir. W tamın yerinə heç nə yazmıram. Yazıram W tam çıxılsın. W-nin əvəzinə isə W tam bölünsün 4. Və salam, buradan W-mi tapıram. W tam çıxardıram ötərizə xərcinə. 1 çıx 4'də 1. Bu da eləcək 4'də 3. W-in bərabər W tam vurulsun 4'də 3. Tam enerji de burada 200 joule'dur. Çünki maksimal qiymətdir. Buna uyğun maqnit sayısı enerji 0'dır. 200 vururam 4'də 3'ə. Eləyəcək nə qədər? 150 millijoule. Deməli, 131-ci sual verilənləri qeyd eləmişəm. İnduktivliyi 200 millihenry və elektrik tutumu 80 mikrofarad olan rəqs konturunda sərbəst elektronlar rəqslər baş verir. Başlanğıc anda kondensatorun elektrik sahəsinin enerjisi maksimumdur. Hansı ən kiçik zaman müddətindən sonra kondensatorun elektrik enerjisi yenidən maksimum olur? Biz bilirik ki, rəqs konturunda enerji deməli yenidən 4'də 1'ində elektrik sahəsinin enerjisi 0 olacaq. Növbəti 4'də 1'dən sonra, yəni 2'də 1'ində isə yenidən elektrik sahəsinin enerjisi maksimum olacaq. Deməli, biz periodun 2'də 1 hissəsini tapmalıyıq. Periodu necə tapaq? Period 2pi kök altında LC-dir. Və müddəti də tapanda həmin bu ifadəni, yəni 2'də 1'ə vurmalıyıq. 2'də 1T, o da 2'də 1, 2pi kök altında LC. Və salam, bu şəkildə məsələ həll olunacaq. Kiçik T bərabərdir. Pi kök altı LC kimi ifadə alırıq. O da bərabərdir. Pi 3 L 200 millihenry 2 ons -1 yazıram birbaşa. Millihenry'ni henry'yə keçirəm. -3'ə vururam. 200'ü və 2 ons, yəni 0.2 alınır. Və C də 80 mikrofaraddır. Mikro ons -6'dır. 80'in də yanında bir 0 var. Ons -5 eləyəcək. Deməli, alınan ifadəmiz olacaq 3 vurulsun. 2, 8, 16. 16'dan kök çıxır 4.
Bıraq 10-3, yəni 12 millijoule. 133-cü sual deyir ki, fiziki kəmiyyətlər və ifadələr arasında uyğunluğu müəyyən edin. Verilmiş ideal rəqs konturunda kondensatorun yükünün amplitudu 2 dəfə azaldıqda, Qm 2 dəfə azalarsa, rəqsin tam enerjisi WY tam, yəni tam enerji Qm kvadrat böl 2-s'dir. Buradan əgər demək Qm 2 dəfə azalarsa, tam enerji 4 dəfə azalacaq. Yəni 1-ə uyğundur. 4 dəfə azalar B. Maqnit selin maksimal qiyməti Fm. Demək, yükün amplitudu 2 dəfə azalarsa, Fm bilirik ki, L-Y'dir. Y də Qm omegadır. Qm omegadır. 2 dəfə azalacaqsa, demək, maqnit seldə 2 dəfə azalar. Yəni B 2-dir. Rəqslərin tezliyi nü. Nü isə bildiyimiz kimi yükün amplitud qiymətindən asılı deyil. Ona görə də dəyişməz 3-ə Y. Sonra 135-ci suala baxırıq. İdeal rəqs konturunda maqnitizasiya enerjisi zaman asılı qrafik vermişdir. Kəmiyyətlər və onların zamana asılı qrafikləri üçün uyğunluğu müəyyən edin. Kondensatorun gərginliyi. Deməli, baxırıq ki, maqnitizasiyanın enerjisi sinusoiddir. Sıfırdan başlayır. Maqnitə aid olan kəmiyyətlər sıfırdan başlamalıdır. Gərginlik isə elektrikə aiddir. O kosinusoid olmalıdır. Deməli, onda gərginliyə uyğundur kosinusoid. Mənfi kosinusoid. Yəni, 1-ə uyğundur. 1-ə uyğundur D. Sonra 2-yə keçək. 2-də maqnit selini soruşur. Maqnit seli maqnitə aid olan kəmiyyətdir. Bu da sinusoid olmalıdır. 2-yə uyğundur A. 3-də isə 3-də tam enerji deyir. Tam enerji dəyişməz. 3-ə də uyğundur Y. 135-i yazdıq. 137-yə baxırıq. Bir uyğunluğu müəyyən edin. Rəqs konturu sarğacındakı cərəyan şiddətinin zaman asılı qrafiyi verilib. 0,1 hissəsində. Deməli, i-nin t-dən asılıdır. 0,1-də i artır. I artırsa, artan kəmiyyət maqnitə aid olan kəmiyyətlər olacaq. Yəni 1-ə B uyğundur maqnit seli. Kondensatorun enerjisi yox. Maqnit sayısının enerjisi də uyğundur. 1-ə B və D. Keçirik ki, deməli azalır. Azalır nə? Maqnitə aid olan kəmiyyətlər artdısa, elektrikə aid olan kəmiyyətlər azalmalıdır. Deməli, burada gərginlik azalacaq. Gərginlik azalacaq. Yəni A, 2-yə A. Bir də elektrik sayısının enerjisi azalacaq. A və C. 3-də sabit qalır. Tam enerji. 3 isə Y. Və sonuncu sualımız 139. Sarğacın induktivliyi 0,1 Henry olan rəqs konturunda maqnit sayısı enerjisi maksimal qiyməti 200 millijouldur. Uyğunluğu müəyyən edin. Cərəyan şiddəti 1 amper olduqda. Demək, bizə deyir ki, məsələdə induktivlik verilib 0,1 Henry olan rəqs konturunda maqnit sayısının enerjisinin maksimal qiyməti 200 millijouldur. Onda bu həm də tam enerjidir. W tam. Demək, cərəyan şiddəti I bərabərdir 1 amper olanda soruşulan kəmiyyət. Maqnit sayısının enerjisi, demək, kondensatorun elektrik sayısının enerjisi, bir də rəqs konturunun tam enerjisi. Tam enerji baxan kimi görünür ki, elə 200 millijouldur. Yəni 3-ə uyğundur D. Sonra maqnit sayısının enerjisini tapmaq üçün Wm L kvadrat böl 2 düsturuna müraciət edəcəyik. L 0,1, i-nin kvadratı 1 böl 2. Bu eləcək, deməli, bura, demək, vergül gətirsək, bura 2 dənə 0 gətirsək, daha doğrusu 3 dənə 0 gətirsək, burada da belə bir şey alınacaq, 100 alınacaq. O 0-la bunu hesablasam, 200-də 10, yəni 5-ə vursaq, 1000-də 50, demək, bu eləcək 50 millijoule. Yəni biz millijoule keçədə 1000-ə vururuq. 1000-ə vuranda 50 millijoule alınacaq. Yəni 2-yə uyğundur. Daha doğrusu 1-ə uyğundur A. Sonra qaldı, demək, 3 kondensatorun elektrik enerjisini tapmaq üçün bilirik ki, tamdan, deməli, maqniti çıxsaq, elektrik enerjisini almış olaraq 200-dən çıxırıq 50-ni, deməli, 200-dən 50-ni çıxırıq, qalır 150 millijoule.
3'e daha doğrusu 2'ye uyğundur. C. A, C, D. 54. suala devam edirik. Rəqs konturunda kondensatorun yükünün zamandan asılı qrafiki verilmişdir. Sarğacın cərəyan şiddətinin amplitud qiyməti soruşulur. Bilirik ki, IM QM omega düsturu ilə təyin olunur. Həmişə qrafik məsələlərdə omeganı 2 pi bölü t kimi açıb həll edin. Çünki burada periodu görə bilərsiniz. QM nə qədərdir? 8 mikrokulon 10⁻6 vurulsun 2 vuraq 3. Periodu gedirik, indi qrafikdən müəyyənləşdiririk. Period bildik ki, tam bir dövrə sərf olunan zamandır. Onda burada periodumuz 4 olacaq. Gətirib burada yerinə qoyacağıq. 8 ilə 4 ixtisar gedir 2. 2-ni 2-yə vurursunuz 4. 4 3-ə 12. 10⁻6 doğru cavab olacaq. Bir də burada zaman millisaniyəyə verilir. Ona görə 10⁻3 yazırıq. O da 10⁻3 kimi qalxır yuxarı surətdə, yəni 12, 10⁻3 alınır, -3 alınır amperlə. O da 12 milli amper deməkdir. Yəni doğru cavabımız olacaq D bəndi. 56-cı sual, 56 daha doğrusu olsun 56-cı sual. Deyir, hansı nöqtəyə uyğun rəqs konturunda elektroman rəqslərinin tezliyi ən böyükdür? Yenə də bilirik ki, IM QM omegadır. Burada omega tapırıq. Omeganı tapırıq. Tezliyi deyəndə rəqs tezliyi deyirsə, yəni biz nüyünü tapırıq. Nüy də omega içərisində, elə nüy də 2 pi nüy kimi fayda olunduğuna görə deyə bilərik ki, omega ilə eynidir. Asılıqları da eyni götürə bilərik. Yazaraq onda IM bölünsün QM. Belə çıxır ki, omeganın ən böyük, tezliyin ən böyük olması üçün IM ən böyük, QM isə ən kiçik olmalıdır. Çünki IM ilə omega düz asılıdır, QM ilə tərs asılıdır. IM-i ən böyük olan nöqtələri seçirik. Yuxarı nöqtələrdir, yəni IM-ə yaxın nöqtələr. Bax, belə Lorellə desək. QM isə ən kiçik olan 0-a yaxın, yəni Q-nun 0-a yaxın nöqtələri, baxın, budur və onun üzərində duran 2-dir. Deməli, 2 xəttin kəsişməsi, 2 düz xəttin kəsişməsi 2-də olur. Doğru cavab olacaq B bəndi, yəni 2. 57. Yenə də rəqs konturundakı sərbəst elektroman rəqslərinin zamanı kondensator yükünün zamanı asılı qrafiki verilmişdir. Cərəyan şiddətinin amplitud qiyməti soruşulur. IM yenə QM omega düsturundan istifadə edirik. Omeganı açırıq. 2 pi bölü t kimi yerinə gətirib qoyuruq. 10, 10⁻3, o da edir 10⁻2, birbaşa yazdım. Vurulsun 2, vuraq 3, bölünsün. Periodumuz isə tam bir yenə rəqsə sərf olunan zaman götürəcəyik və 0,2 saniyədir. 2 10⁻2 yaza bilərəm, rahat olsun. Görürsünüz, 10 istifadələr getdi. 2 ilə 2 getdi, qaldı doğru cavab 3 deməndi. 59. Rəqs konturunda sarğaca ferromaqnit içliyi daxil etdikdə rəqslərin tezliyi necə dəyişir? Nüyünün düsturu bilirik ki, 1 bölünsün 2 pi kök altda 1 bölü LC-dir. L induktivlikdir. Buradan L-i açsaq 1 bölü 2 pi kök altında 1 bölünsün L-in əvəzinə μL0 yazmaq olar maqnit uzunluğun düsturundan. Və görünür ki, içliklə tezlik, deməli rəqslərin tezliyi kök altı tərs asılıdır. Əgər biz içlik daxil ediriksə, kök altı μ dəfə azalacaq, doğru cavab olacaq B. 59 B. 61. Rəqs konturunda deməli, rəqs konturunda sarğaca ferromaqnit içliyi daxil etdikdə period necə dəyişir? Yenə də eyni düstura müraciət edirəm. 2 pi kök altında L-in yerinə μL0 qoyuram. C. Demək ki, içliyi daxil edirəmsə kök altında bir dəfə necə artacaq. 63-cü sual. Başlanğıc andan hansı ən kiçik zamandan sonra rəqs konturunda maqnit sayısının enerjisi maksimum olar. T rəqs periodur. Başlanğıc anda kondensatorun yük maksimumdur. Deməli, T bərabər 0 anında kondensator maksimum yüklənirsə elektrik sayısı enerjisi maksimum olacaq. Hər 1/4-dən 1 biz prosesin təkrarında müşahidə edirik. Yəni, daha doğrusu enerji dəyişmələrini müşahidə edirik. Ona görə də periodun 1/4-də maqnit sayısının enerjisi bir dəqiqə deyir ki, başlanğıc anda kondensatorun yükü maksimumdur. Bizdən də soruşur ki, yük maksimumdursa elektrik sayısı enerjisi maksimumdur, maqnit sayısı enerjisi hələ ki 0-dır. Periodun 1/4-dən sonra açar keçir digər vəziyyətdə. Bu zaman deməli
Kondensatorun enerjisi sıfırlanır. Maqnit sayısı enerjisi maksimum olur. Yəni doğru cavab A bəndi. 65-ci sual. Rex konturunun sarğacındakı cərəyan şiddəti maksimal qiymətə çatan anda fiziki kəmiyyətlərin hansı maksimum olar? Deməli, I ilə eyni olan kəmiyyətlər fi maqnit seli, bir də maqnit sayısının enerjisi idi. Demək, onda burada maqnit sayısının enerjisi də maksimal qiymət alacaq. 65 olacaq A. 67. Rex konturunda kondensatordakı gərginlik sıfıra bərabər olanda, demək, bərabər olan anda fiziki kəmiyyətlərdən hansının qiyməti sıfır olar? O qrupuna da daxil idi Q və WY. Onda gəlir seçək. Elektrik sahəsinə aid olan kəmiyyətlər deyəcəyik. Onda olacaq elektrik sahəsinin enerji sıxlığı. Bunu da daxil edək ora. B variantı olacaq. Elektrik aid olan kəmiyyətlər sıfır olacaq. 69. Rex konturunda sarğacın maqnit sayısı enerji sıfıra bərabər olan anda hansı kəmiyyət öz maksimal qiymətini alır? WM-ə əks zid olan kəmiyyətlər elektrik aid olan kəmiyyətlər idi. Demək, bu sıfır olarsa, maqnitə aid kəmiyyət sıfır olarsa, elektrikə aid olan kəmiyyətlər maksimum olacaq. Onda gərginlik, kondensatorun gərginliyi. 71. Hava kondensatorundan və içliksiz sarğacdan ibarət Rex konturunda rəqslərin periodu T-dir. Kondensatoru dielektrik nüfuzlu epsilon olan dielektriklə doldurduqda rəqslərin periodu necə dəyişər? Bilirik ki, T2pi kök altında LC-dir. LC. S-ni isə epsilon düsturu vardı bizdə. Necə idi? S bu S0 idi. S-ni isə epsilon S0 qoysaq, deməli, kök altı düz asılı olacaq. Ona görə də 71-ci sualda kök altında epsilon T olar. Doğru variant D. Sonra burada 70-ci suala da baxaq, fərqlidir. Deməli, amper kök altında Henry bölək farad. Biz bunu necə eləyə bilərik? Faradı açarıq. Məsələn, tutumdan amper kök altında Henry bölək faradın yerinə nə yazmaq olar? Demək, induktivliklə olan düsturlara daha çox müraciət etməyimiz məqsədə uyğun olar. Deməli, farad omega bərabərdir 1 bölü kök altı LC-dən omega kvadrat LC olacaq. Yəni, farad, buradan tutumu tapsam, farad bərabər olacaq 1 bölünsün. Hertz kvadratı vurulsun Henry. Gətirib burada yazaq. Hertz vuraq. Faradın əvəzinə daha doğrusu 1 bölünsün yazıram da. 1 bölünsün. Onda qalxacaq yuxarı olacaq Henry'nin kvadratı, Hertz'in kvadratı. Bu elə bizə kök altından çıxan vəziyyətdən, deməli, 1 böl faradı verəcək əslində. Deməli, bu sualda bu şəkildə eləmək olar. Amper. Yazarıq ki, amper kvadrat, bir dəqiqə. Amper kvadrat, Henry vuraq, Hertz. Daha doğrusu amper vurulsun, Henry vurulsun, Hertz kimi yazmaq olar bunu. Yəni, son ifadəni deyək də, belə deyək. Alınır belə bir şey. Amper vuraq, Henry vuraq, Hertz. Bu demək bizə sonda yəni daha biraz uzun gedəcək. Gəlin ən qısa yoluna baxaq. Mən kvadrata yüksəlsəm amper kvadrat Henry bölək farad. Biz bunu düstur şəklinə salsaq. I kvadrat L bölünsün C. Bu bizə hansı düsturu xatırladır? Maqnit sayısının enerjisi COM kvadrat bölü 2 tam enerjilərin düsturları var. LM kvadrat bölü 2. Bunları bərabərləşdirsək, buradan demək UM-i tapsaq, UM kvadratını tapsaq, belə bir ifadə alarıq mı? LM kvadrat bölü C. Demək, onda belə çıxır ki, deməli, bunu hər tərəfdən kök alsaq, UM bərabərdir, IM kökdən çıxmış olacaq, kök altında L bölünsün C ifadəsi alınacaq. Deməli, bu gərginliyə uyğun bir ifadədir. O da gərginliyin də vahidi bilirik ki, voltdur. Elə doğru cavab olacaq volt. Yəni, bu şəkildə gərginlik, bu şəkildə etmək daha rahatdır. Nəinki, bayaqki kimi açmaq. Bu daha əlverişlidir. Ona görə də bu üsulla açırsınız. Həmişə çalışın, açılış olanda bunu çalışın, kəmiyyətə keçib daha sonra işləyin. Çünki onda daha rahatlanır. Demək, 73-cü sual. İdeal rəqs konturunda sönməyən sərbəst rəqslər yarandıqda kondensator və sarğac üçün Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. T perioddur. Başlanğıc anda kondensatorun yükü maksimumdur. Q
yükü maksimumdur. Deməli deyir ki, T bərabər 0 anında kondensat anında enerjisi kontrolun tam enerjisine bərabər olur. Deməli T bərabər 0 anında kondensatorumuzun yükü maksimumdur. Onda tam enerji hansı enerjiyə bərabər olacaq? Tam burada kondensatorun elektrik sayısının enerjisinə bərabər olacaq. Ona görə T 0 anında kontrolun tam enerjisinə bərabər olan 1'dir. T bərabər 0 anında enerjisi 0 olan sarğacdır. 2 getdi 2'yə. T bərabər 8'də 1 T anında enerjisi kontrolun tam enerjisinin yarısına bərabər olur. Deməli, hər ikisində biz bunu isbatlamışdıq ki, yarı-yarı olur. Yəni, periodun 8'də 1'ində elektrik sayısının enerjisindən tam enerji yarı-yarıya bölünür. Dördüncü halda deyir, T bərabər 4 anında kondensat anında enerjisi kontrolun tam enerjisinə bərabər olur. Bu isə aiddir, deməli, 2'ye aiddir. Çünkü T bərabər 0 anında enerji 0 olmuştu. 4'te 1'de tam enerjiye beraber olur. Yani maksimum olur. T bərabər 4'te 1 T anında enerji 0 olur. Bu ise kondensatora aittir. Doğru cevap olacaq. Gelin baxaq. 1, 5. 1, 5, 2 variantdadır. Sonra 2, 4. Burada 4 yazmağa versin. Bir saniye. Hı. 2, 4. İkinciye ait oldu. Demek doğru cevap olacak A bende. 73 A. Sonra 75. Bir Rex konturunun sarğacındaki cərəyan şiddətinin amplitud qiymətinin kondensator elektrik tutumundan asılı qrafiki 21,2 QM omega düsturu ilə təyin olunur. Omeganı açırıq 1 bölü kök altında LC. Burada QM max sabitdir. L sabitdir. Onda IM S ile necə asılı olacaq? Bu deməli kök altı tərs olacaq. Doğru cavab A. Sonra 77. İdeal Rex konturunda cərəyan şiddətinin zamandan asılı qrafiki verilmiştir. Qrafiklərin hansı kondensatordakı elektrik sayısının enerjisinin zamandan asılı qrafikinə uyğundur? Demək göründüyü kimi başlanğıc anda burada cərəyan şiddəti 0'dır. T bərabər 0 anında. Elektrik sayısının enerjisi, burada maqnit sayısının enerjisi 0 olacaq. Ama elektrik sayısının enerjisi maqnit 0 olarsa elektrik sayısının enerjisi maksimum olmalıdır. Belə müəyyən bir nöqtədən başlamalıdır. Müəyyən bir nöqtədən başlayansa funksiyamız kosinüsoiddir. Doğru cevap olacaq C bəndi. Burada yazmaq olmur. C bəndi doğru cevap olacaq. Sonra 79. Rex konturlarında yaranan elektromanyetik əkslərinin periodları arasında hansı münasibət doğrudur? Bilir ki, Rex periodun düsturu 2pi kök altında LC'dir. Gəlin müqayisə edək. Birinciyə LC'dir, ikincidə isə 3L 3C'dir və biz bilirik ki, görürük ki, T, L və C hasilli kök altı düz asıldır. Əgər 3L 3C 9LC verəcəksə, 9LC verirsə şifahi tapırıq. Və kök altına onda 9'dan kök çıxacaq 3, onda olacaq ikinci halda period birincidən 3 dəfə çox. Doğru cavab Y. 81. sual. İdeal Rex konturunda paralel birləşdirilmiş iki eyni tutumlu kondensator ardıcıl birləşdirilərsə konturun məxsus rəqslərin periodu necə dəyişər? Baxaq. Deməli, birinci halda Rex konturunda kondensatorlar, eyni kondensator ardıcıl birləşir. Birinci bilirik ki, ardıcıl birləşmədə düsturumuz necədir? C ardıcıl bərabərdir. Deməli, 2 dənədirsə, C bölünsün 2'dir. Sonra bu birinci hal. İkinci halda ise kondensatorlar paralel birləşib. Daha doğrusu yox. Birinci halda paralel birləşib. İkinci halda ardıcıl. Onda biri buraya yazaq. C paralel bərabərdir. 2C idi. Əvvəlcə 2C idi. Oldu C bölü 2. Neçə dəfə azaldı tutum? 4 dəfə. Bunu 4'ə böləndə C bölü 2 alınır da. Deməli 4 dəfə azalırsa, induktivlik sabitdirsə, Rex konturun periyod düsturunu yazırıq. 2pi kök altında LC. Deməli, gördüyümüz kimi tutum 4 dəfə azalırsa, periyod nə etməlidir? 2 dəfə azalmalıdır. Doğru cavab olacaq B bəndi. Sonra 80, bu neçə idi? 81 idi. İndi 83'ə baxırıq.
Bir rəqs konturunda yüklənmiş kondensatorun tam boşalması hansı zaman anına uyğundur? Yüklənmiş kondensator periodun 1/4'ində boşalacaq. Deməli doğru cavab olacaq C. 85. Məsələn şərtində deyir ki, 85. 2 volt gərginliyə qədər yüklənmiş 0,2 mikrofarad tutumlu demək kondensator 0,1 Henry induktivliyə malik sarğacla qapanmışdır. Kondensator elektrik sayəsinin enerjisi maqnit sayəsinin enerjisinə bərabər olan anda konturdakı cərəyan şiddətini hesablayın. Enerji itkisi nəzərə alınmır. Verilənlərə baxırıq ki, U-nun maksimal qiyməti verilib, U-M verilib bizə. C verilib 0,2 ohms -6. Verilib induktivlik 0,1 Henry, W-yə W-ə bərabər. Deməli, tam enerjinin düsturuna müraciət edirik. W-yə topla W-M. Burada deyir ki, 2 volt gərginliyə qədər yüklənmir. Deməli, başlanğıc anda maksimum yüklənmişdir. Onda tam enerji C10 kvadrat bölü 2 yaza bilərik. Bərabərdir. Elektrik enerjisi maqnit enerjisinə bərabərdirsə, elektrikin yerinə maqnit qoysam, üstə gələk maqnit. Niyə elektrikin yerinə maqnit qoyuram? Çünki bizdən cərəyan şiddəti soruşur. Cərəyan şiddətində i-ni də maqnit sayəsinin enerjisindən tapıb çıxara bilmək olar. COM kvadrat bölü 2 bərabərdir. 2 dənə eli kvadrat bölü 2-yə. Bu 2 ilə bu 2 ixtisar gedəcək və salam. Buradan da i-ni təyin edirik. i-ni təyin edək. Deməli, i bərabərdir. Kök altında deməli, CUM kvadrat bölünsün L. Daha doğrusu 2L. Burada 2'nin biri de var. Vurulacaq buna. Olacaq. UM kökdən çıxır. UM kök altında C bölünsün 2L. İ'ni təyin edirik. Cərəyan şiddətinin ani qiymət soruşulur da. UM neçədir? 2. Kök altında C'miz 0,2 mikrofaraddır. Mən onu 2 ohms -7 farad yazacağım. Rahat olsun. Bölünsün 2. İnduktivliyi də 0,1. Deməli, 2'lər ixtisar gedir. 0,1 ohms -1 deməkdir. Ohms -1 müsbət 1 kimi qalxanda yuxarı olacaq. Ohmsdür -6. Ondan da kök çıxır. Ohms -3. Doğru cavab olacaq 2 milliamper. Yəni B bəndi. 87. Harmonik rəqslər icra edən rəqs konturundakı kondensatorun maksimal yükü QM verilib 10 -6 kulondur. Maksimal cərəyan şiddəti isə 10 -3 amperdir. Rəqs konturunun periodu soruşulur. Pi bərabərdir 3. Düsturumuz IM bərabərdir QM omega. QM omeganın yerinə 2 pi bölü T. Lazım olan periyoddur. T bərabərdir. QM 2 pi bölünsün IMT. Daha doğrusu IM. Hesaplama aparırıq. QM bizdə 10 -6 2 3 bölünsün IM 10 -3. İxtisarlarımızı edirik. 10 -6 10 müsbət 3 kimi qalxır. 6 10 -3 alıram. Yəni 6 millisaniyə. Yəni harda 10 -3 götürürük, görürüksə 10 milli götürürük. Doğru cavabımız olacaq A bəndi. Sonra 89. İdeal rəqs konturunda kondensatorun tutumu 4 mikrofarad, yəni 4 ohms -6 farad. Sarğacın induktivliyi isə 4 Henry'dir. Yükün amplitude qiyməti, yəni QM 10 -4 kulondur. Kulon olarsa sarğacdan keçən maqnit selinin maksimal qiyməti soruşulur. Fm bərabər sual. Bilirik ki, Fm'in düsturu L-IM'dir. IM də QM omegadır. QM omeganın da yerine 1 bölü kök altında LC. Deməli, burada yerine qoyaq. Fm bərabərdir. Fm bərabərdir. L induktivli 4. QM 10 -4. 1 bölünsün kök altında 4 vurulsun. C 4 10 -6. Və qiymətlər 4-dən biri kökdən çıxacaq və ixtisar olacaq. Demək, digər isə 1 bölü 2 kimi çıxacaq. 10 -4 bölünsün 2. 10 -6'dan 10 -3 çıxacaq kökdən kənara.
Bu da olacaq. Deməli 10 üstü mənfi 4, 10 üstü müsbət 3 bölünsün 2. Burada deməli biz 10 üstü 4'lərin ikisindən bir dənəsini çıxarıq eləmişdik. Ona görə 2 qalmır. 2-ni silirik buradan. Deməli qalacaq 10 üstü mənfi 3, müsbət 3 kimi qalxacaq yuxarı 10 üstü mənfi 4, 10 üstü müsbət 3, yəni 0.1 Weber. Doğru cavab olacaq A. 91. 91'də deyir ki, rəqs konturunda bir-biri ilə ardıcıl birləşdirilmiş 3 eyni tutumlu kondensator. Ardıcıl birləşibsə 3 dənə tutumlu kondensator eyni tutumlu S bölü 3 olacaq. Sonra onları paralel birləşdirmiş olub 3S. Məxsus rəqslərin periyodunda bildiyimiz kimi 2pi kök altında S düsturuna görə TS ilə kök altı düz asılıdır. Yəni tutum bu S bölü 3 idi, 3S oldu. 9 dəfə tutum artdısa, deməli periyod da 3 dəfə nə etməlidir? Artmalıdır. Doğru cavab olacaq B. 93 qrafikdir. 93'te deyir ki, ideal rəqs konturunda kondensatordakı yükün zamana asılı qrafiki verilmiştir. Hansı qrafik sarğacı maqnit sayısı enerjisinin zamanan asılı qrafikini düzgün əks etdirir? Yəni. Deməli, QT-dən asılı kosinusoiddirsə, deməli Q maksimumdur. Q maksimumdursa WM, yəni maqnitə aid olanlar 0 olmalıdır. Sıfırdan başlayan funksiya qrafiki C'dir. Mənfi ola bilməz. 93 C olacaq. 95. İdeal rəqs konturunda kondensatorun yükünün zaman asılı qrafiki verilmiştir. Hansı qrafikin hansı hissələrində sarğacdan keçən maqnit seli modulca azalacaq? Biz bilirik ki, Q burada azalanda maqnit seli artacaq. Q artanda isə maqnitə aid olan kəmiyyət azalacaq. Deməli bizə Q'nun artan variantı lazımdır. Q'nun artan variantı 2-dən 3-ədir. Çünki Q mənfi QM-də olsa Q'nun maksimum qiymətinə doğru gedir. Sonra 4-dən 5-ə. Ona görə də elə 2-dən 3, 4-dən 5 doğru cavab A bəndidir. 95A. 97. Bir ideal rəqs konturunda cərəyan şiddətinin amplitud qiyməti 3 amperdir. Cərəyan şiddətinin qiyməti 1 amper olan anda konturda maqnit elektrik sahələrinin enerjilərinin nisbətini tapın. Yəni nəyə bər? WM bölünsün WY düsturunda bizdə IM var. Cərəyan şiddətinin amplitud qiyməti 3 amperdir. Bir də I var. Elə düstur seçək ki, bunlar iştirak eləsin. WY olmasın. WY-nin əvəzində W tam çıxılsın. W maqnit qoymaq olar. Çünki burada tam enerjini tapmaq olur. Tam enerjinin yerinə qoyuram LM kvadrat bölü 2. Çünki IM var. Çıxılsın LI kvadrat bölü 2. Maqnit sayısı enerjisinin yerinə LI kvadrat bölü 2 qoyuram. Hər bir həddin içərisində L bölü 2 ifadəsini gördüyümə görə L bölü 2-ni mötərizə xaricini çıxarırsan ki, qısa edirəm. Belə bir ifadə alıram sonda. Buradan sonra bu bərabərlik bunun ardınca gələcək. Bu olacaq I kvadrat bölünsün IM kvadrat çıxılsın I-nin kvadratı. Bu da olacaq I-nin kvadratı bizdə 1. IM-in kvadratı 9 çıx 1. Doğru cavab 8-də 1. Yəni A bəndə, daha doğrusu C bəndə. 97 C. Davam edirik 99. Deyir, rəqs konturunda cərəyan şiddətinin zaman asılı qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anda kondensatorun yükü maksimumdur? Q'nun maksimum olması üçün I sıfırlanmalıdır. İ'nin sıfır olduğu nöqtələr 2 və 4'dür. Doğru cavab Y. 101. Rəqs konturunda sarğacda cərəyan şiddəti zaman asılı qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun zaman anda kondensatorun elektrik sayısı enerjisi maksimum olur. WY maksimum olması üçün deməli, maqnitə aid olan kəmiyyətlər 0 olmalıdır. 0 olanlar isə 2 və 4'dür. Yenə doğru cavab olacaq D bəndi. 103. Rəqs konturunda kondensatorun yükünün demək, zamandan asılı qrafik vermişdir. Qrafikin hansı nöqtələrinə uyğun zaman anda sarğacdakı maqnit sayısı enerjisi maksimum olar. Demək, maqnit sayısı enerjisinin maksimum olması üçün elektrikə aid olan kəmiyyətlər 0 olmalıdır. Yenə də doğru cavab 2 və 4'dür, amma variant C. 103 C. 105. Rəqs konturunda
Rex kontrolunda kondensatorun elektrik yükünün zaman asılı qrafiki verilmiştir. Hansı qrafik sarğacdakı maqnit sayısının enerjisinin zaman asılı qrafikini əks etdirir? Bu elektrika aid kəmiyyətdir. Elektrika aid kəmiyyət zamanın sıfırıncı anında maksimum qiymət alır. Elektrika aid kəmiyyətlərin maksimum olduğu nöqtələrdə maqnitə aid olan kəmiyyətlər sıfır olmalıdır və mənfiyə keçməyən sıfır variantı Y-dədir. 105 Y doğrudur. 107. Rex konturunda sarğacın maqnit sayısının enerjisinin zamana asılı qrafiki verilmiştir. Hansı nöqtəyə uyğun zaman anda kondensatorun elektrik yükünün qiyməti modulca maksimum olar? Yükün maksimum olması üçün maqnitə aid olan kəmiyyətlər sıfır olmalıdır. Ona görə doğru cavab 2. C bəndi 107 C. 109. Bizə deyir ki, şərtdə sərbəst elektromaqnit rəqslərinin baş verdiyi ideal rəqs konturunun kondensatorunda gərginliyin maksimal qiyməti UM-dir. Bu verilib bizə. Sarğacın maqnit sayısının enerjisi elektrik sayısının enerjisindən maqnit elektrikdən 24 dəfə böyük olan anda gərginin ani qiyməti soruşulur. Deməli, nə edirik? Tam enerjinin yenə də düsturuna müraciət edirik. Maksimum qiymət gördüksə, onda tam enerjinin qiymətinə müraciət edirik. Olur WY topla WM. Və bizə gərginlik soruşduğuna görə WY-li ifadə almağa çalışıram. W tamın yerinə qoyuram COM kvadrat bölü 2. Bunu daha doğrusu sonra qoyarıq. W tam yenə bərabərdir. WY üzərinə görə W-min yerinə 24 dənə WY qoyuram. Olur onda W tam bərabərdir 25 WY-yə. Məsələn, COM kvadrat bölü 2 tam enerjinin düsturlarından biri idi. Bərabərdir 25 dənə CO kvadrat bölü 2. İxtisarlarımı edirəm. C bölü 2-lər ixtisar getdi. Hər tərəfdən kök alıram. UM bərabərdir 5 UY. Və buradan ani qiymət soruşulduğuna görə o da bərabərdir UM bölünsün 5. Doğru cavab olacaq C bəli. 112. Daha doğrusu 111. İdeal rəqs konturunda sarğacın maqnit sayısının enerjisi zaman asılı qrafiki verilmişdir. 8'də 1 T anında sarğacın maqnit sayısının enerjisini hesablayın. Biz demişdik ki 8'də 1-ində enerji yarıya bölünür. Məsələn, tam enerjimiz, yəni bu 8 joule tam enerjini götürsək, onda elektrik və maqnit sayısının enerjisinin arasında 4-4 düşəcək. Yəni bunu şifahi olaraq belə müəyyənləşdirmək olar. Deməli, bu məsələnin həll üsulu da var. Şifahi olaraq belə cavablandırmaq olar, amma həll üsuluna baxaq. Demək, maqnit sayısının enerji düsturu bilirik ki, L kvadrat bölü 2 idi. Oradan i-nin maksimal qiymətinə tam enerji vardı ya, biz bu 8 tamdır maksimal qiyməti. Onda i-nin yerinə im kvadrat sinus kvadrat omega t bölü 2 yaza bilərik. Niyə sinus? Çünki sıfırdan başlayır, sinusoid götürmək lazımdır. Deməli, oldu belə bir şey. L im kvadrat sinus kvadrat belə bir şey. İndi burada baxırıq im kvadrat. L im kvadrat bölü 2 dərsin zamanında demişdik tam enerjidir. Onda düstur bu şəkildə alınacaq. W tam vurulsun sinus kvadrat omega t. Wm bərabərdir. W tamın yerinə 8, sinusun əvəzinə sinus kvadrat, omeganın əvəzinə 2 pi bölü t vur t. T'nin əvəzinə qoyuruq 8'də 1 t. Özü verir bizə. T'ləri ixtisar edirsiniz. 2 ilə 8'i ixtisar edirsiniz. 8 sinus kvadrat pi bölünsün 4 alınacaq. Wm bərabərdir 8 pi bölü 4 45 dərəcə. Sinus 45 dərəcə kökdə 2 bölü 2. Onu da kvadrata yüksəl. Yəni 1 bölü kökdə 2 də demək olar. Onu da kvadrata yüksəldə də 1 bölü 2 eləyəcək. Yəni də 4 millijoule. 4 deyib 8 yazdım bircə saniyə. 4 millijoule. Doğru cavab yəni də Y. 113-cü sualda eyni məsələdəndir. Deməli, ideal rəqs konturunda kondensator elektrik sayısının enerji zaman asılı qrafiki verilmişdir. 8'də 1 T anında sarğacın maqnit sayısının enerjisini hesablayın. Yenə də maqnit sayısının enerjisi soruşur. Deməli, nə edirik biz burada? W tam vurulsun. Burada amma kosinusoiddir. Bizdən nə soruşur? Maqnit sayısının enerjisi. Maqnit sayısı enerjisi W tam vurulsun. Elektrik sayısının enerjisi kosinusoiddirsə, maqnit sayısının enerjisi sinusoid olmalıdır. Onda yazıram sinus kvadrat omega t. Ondan sonra yenə də Wm bərabərdir. W tam 8, sinusun da yerinə sinus kvadratı omega t'nin yerinə, omeganın yerinə 2 pi bölü böyük t, t'nin də yerinə 8'də 1 t. Yenə də ixtisarlarımızı edirik. Alınacaq sinus kvadrat 8 vurulsun, yəni 2'də 1. O da eləcək 4 millijoule. Doğru cavab D.
Sonra 115 ideal rəqs kontrolunda elektrik sayısının enerjisi maqnit sayısının enerjisindən 15 dəfə böyükdür. WY-nin yerinə 15 dənə WM qoyuruq. Olan anda sarğacdakı cəryan şiddəti I-dir. Cəryan şiddətinin maksimal qiyməti soruşulur. Demək, yenə elə bir seçəcək ki, elektrik aid yox, maqnit aid kəmiyyətlər olsun. Yenə də M varsa tam enerjiyə müraciət edirəm. WY topla WM. Sonra nə edirəm? W tam bərabərdir. WY-nin yerinə 15 dənə WM qoyaraq üzərinə o WM gəlirəm. Alınır W tam bərabərdir 16 dənə WM-ə. Demək, LM kvadrat böl 2 bərabərdir 16 LI kvadrat böl 2-yə. L böl 2-lər ixtisar gələcək. Hər tərəfdən kök alanda I bərabər 4I, IM bərabərdir 4I-yə, I də bərabərdir IM böl 4-ə. Yəni bizdə IM soruşulur. Maksimal qiymət elə IM böl I. Doğru cavab Y bəndə olacaq. 115Y. Sonra 117. Sərbəst elektron rəqslərin baş verdiyi rəqs konturunda cəryan şiddətinin amplitude qiyməti IM-dir. Sarğacın elektrik sayısının enerjisi, maqnit sayısının enerjisi 8 dəfə böyük olanda, WY 8 WM olanda cəryan şiddətinin yenə ani qiyməti soruşulur. Yenə də tam enerjiyə müraciət edirik. Tam enerji bərabərdir WY topla WM. Buradan alınır ki, LM kvadrat böl 2 bərabərdir. Birbaşa yazacağım. Elektrikin yerinə 8 dənə qoysaq, olur 9 dənə WM. WM də L kvadrat böl 2-dir. Birbaşa yazmaq olar belə. L böl 2-lər gedər. Hər tərəfdən kök alaram. IM bərabərdir 3I-yə. I də bərabərdir IM böl 3-ə. Yəni, bunu başqa yolla da etmək olar. Tam enerji, deməli, belə yazmaq olar ki, tam enerjidən də getmək olar. Və yaxud WY bölünsün WM-lə də ifadə edib tapmaq olar, amma W tam çıxılsın WM, belə bir şey yazmaq olar. Bölünsün WM. Belə yazıb Y-mi tapmaq olar oradan. Amma yəni bu elə ən yaxşı üsul, yazdığımız üsuluydu. Ehtiyac yoxdur bunu yazmağa. Yollar fərqli var, fərqli yollar var. 119. Sarğacın induktivliyi 0.6 Henry verilib, L 0.6 Henry. Rəqs konturunda cəryan şiddətinin zaman asılı qrafik verilmişdir. K nöqtəsinə uyğun elektrik sayısı enerji soruşulur. WY bərabər sual. Burada IM verilib. Demək, görürsünüz ki, I-nin maksimalıdır. Bu isə I-dir. IM-də var 2 amper. I isə cəryan şiddəti isə ani qiymətsə 1 amper. Deməli, WY-ni tapmaq üçün W tamdan W maqnit çıxmaq lazımdır. Çünki IM varsa tam enerji var. WY bərabərdir L IM kvadrat böl 2 çıxaq L kvadrat böl 2. WY bərabərdir L böl 2-ni çıxardırım ötərsə xərcinə IM kvadrat çıx I-nin kvadratı olacaq. WY bərabərdir. Deməli, buradan da WY bərabərdir. Burada yazaq, orada alınmadı. L böl 2, 0.6 böl 2, 0.6 böl 2, IM-in kvadratı 4 çıxılsın 1. 0.6, 2, 0.3, 0.3, 3'ə, 0.9 joule. B bəndi doğrudur. 119'u yazdıq. 120 fərqli sualdır. 120'yə də baxaq. Salam uşaqlar. Elektroman rəqslər və dalğalar bölmələrinin testlərinə baxırıq. Demək, birinci sual, rəqs konturunda 1 böl kök LC ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Deməli, bu Ameqan düsturudur. 1 bölünsün kök altı LC. Deməli, rəqsin dövrü tezliyi. Doğru cavab D. Üçüncü sual, LM kvadrat böl 2 çıxılsın Q böl 2 ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Kəmiyyətin konturunda deyir, rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? L induktivliyi, sarğacın induktivliyi, IM sarğacdakı cəryan şiddətinin amplitude qiyməti, Q və U kondensatorda yükün və gərginin ani qiymətləridir. Deməli, biz LM kvadrat böl 2, bu maqnit sayısının enerjisi maksimal qiymətidir. Bu nə zaman mümkündür? Maqnit sayısının maksimal qiyməti elektrik sayısının enerjisi 0 olan anda mümkündür. Deməli, bu tam enerjinin düsturundan geçsək, tam WY ilə WM-in cəmidir, yəni elektriklə maqnitin cəmidir. Əgər WY 0 olarsa, maqnit sayısı enerjisi demək ki, maksimummuş. Onda deyə bilərik ki, LM kvadrat böl 2 tam enerjidir. Q böl 2 isə elektrik sayısının enerjisidir. Tamdan elektrik çıxarsaq, maqnit sayısının enerjisinin ani qiyməti qalacaq. Doğru cavab olacaq A. Ümumiyyətlə, harada M gördünüz, indeksdə, daha doğrusu M gördünüz, burada belə deyim də, tez yazmaq üçün o tam enerji qəbul edə bilərsiniz. 5-ci sual, QM kvadrat böl 2 çıxılsın CO kvadrat böl 2. Yenə də indeksən var, bu tam enerji qəbul edəcək. Tam çıxılsın, CO kvadrat böl 2 isə elektrikdir.
Demək qalacaq maqnit sayəsinin yenə də enerjisinin ani qiyməti. Demək doğru cavab B variantı olacaq. 7. W çıxılsın Q kvadrat bölü 2-si, yəni tam, rəqsin tam enerjisi, rəqs konturunun tam enerjisi, çıxılsın Q kvadrat bölü 2-si isə elektrik sayəsinin enerjisi çıxılacaq. Qalacaq yerdə maqnit sayəsinin enerjisinin ani qiyməti, yəni doğru cavab B. 9. SOM kvadrat bölü 2 çıxılsın fi bölü 2-dir. Yəni ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? S kondensatorun tutumu, UM kondensatordakı gərginliyin amplitudu qiyməti, fi və i maqnit selinin və cərəyan şiddətinin ani qiymətləridir. Yəni indeks M var, tam enerji, çıxılsın fi bölü 2 maqnit sayəsinin enerjisi, qalacaq elektrik sayəsinin enerji ani qiyməti. Deməli, onda doğru cavabımız kondensatorun elektrik sayəsinin enerjisinin ani qiyməti. 11-ci sual, rəqs konturunun elektromaqnit sahəsinin tam enerjisi hansı ifadə ilə təyin olunur? Bildiyimiz kimi tam enerji elektrik və maqnit sahəsinin enerjiləri cəminə bərabərdir. Doğru cavab E olacaq. 13. Elm kvadrat bölü 2 çıx fi bölü 2. İndeksim var tam çıxılsın maqnit, qalacaq elektrik. Deməli olacaq elektrik sahəsinin, kondensatorun elektrik sahəsinin enerjisinin ani qiyməti. 15-ci sual, fi bölü 2 üstəgəl C kvadrat bölü 2. Deməli WM topla WY-dir. Bu da verəcək bizə tam enerjini. Doğru cavab olacaq rəqs konturunun tam enerjisi. 17-ci sual, rəqs konturunun məxsus rəqslərinin tezliyinin kondensator elektrik tutumundan asılığı. Düsturumuz belədir. 1 bölü 2 pi kök altda 1 bölünsün LC-dir. C məxrəcdə olduğu üçün deməli tərs asılıq olacaq. 19. Kondensatorda yükün amplitud qiyməti QM. Sarğacda cərəyan şiddətinin amplitud qiyməti IM-dir. Rəqs konturunun tezliyi soruşulur. Ümumiyyətlə IM-in düsturunu bilirik. QM omeqadır. Omeqanı açsaq, IM bərabərdir. QM vurulsun 2 pi nü. Buradan isə nü-nü tapsaq, nü isə deməli olacaq IM bölünsün 2 pi QM. Deməli doğru cavab olacaq B. Sonra 21-ci sual. Sərbəst elektromaqnit rəqslərin baş verdiyi ideal rəqs konturunda sarğacın maqnit sayəsinin enerjisi kondensatorun elektrik sayəsinin enerjisinin asılı qrafiqə verilmişdir. Rəqs konturunun tam enerjisi. Ümumiyyətlə bilirik ki, yəni tam enerji elektrik və maqnitin cəmidir. Buradan götürürük qrafikdən 40 joule maqnit sayəsinin enerjisinə aid qiymətdir. Qoyuram 40 millijoule. Üzərinə gəlirəm elektrik sayəsinin enerjisini, yəni 30 millijoule alınır tam enerjimiz, yəni 70 millijoule. Doğru cavab E. 23-cü sual, rəqs konturunda kondensatorun tutumu 16 dəfə azaldıqda rəqs tezliyi necə dəyişər? Yenə də düsturumuz 1 bölü 2 kök altda 1 bölü LC-dir. Belə də yazmaq olar. Burada L sabitdir. Deməli, kontur tutumla tezlik kök altı tərs asılıdır. Əgər tutum 16 dəfə azalırsa, tezlik 4 dəfə artacaq. Doğru cavab olacaq B. 25. Rəqs konturunda sarğacın induktivliyi 9 dəfə azaldıqda rəqslərin tezliyi yenə də nü bərabərdir. 1 bölünsün 2 pi kök altda 1 bölü C. Burada C sabitdir. Əgər induktivliyi 9 dəfə azaltsam, induktivliyi ilə kök altı tərsdir. İnduktivliyi 9 dəfə azalırsa, tezlik 3 dəfə artmalıdır. Doğru cavab olacaq C. 27-ci sual, rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodu necə artırmaq olar? Rəqs konturunun periyod düsturu 2 pi kök altında LC-dir. İndi buradan cavablara baxaq. Rəqs konturunun tutumunu artırmaqla, bəli, tutumunu artırmaqla periodu artırmaq mümkündür. Ona görə belə doğru cavab A olacaq. Digər variantlarda oxuyaq. Sarğacın induktivliyini azaltmaqla, xeyir, düz asılıdır. Kondensatorun yükünün amplitud qiymətini artırmaqla, xeyir, asılı deyil. Kondensatorun yükünü azaltmaqla, sarğacdan keçən cərəyan şiddətini artırmaqla, onlardan isə asılı deyil. 29-cu sual, yenə də rəqs konturunda periodu necə azaltmaq olar? Yenə də düstura müraciət edirik. 2 pi kök altda LC-dir düsturumuz. Kondensatorun yükünün amplitud qiymətini azaltmaqla səhvdir. Tutumu artırmaqla yanlışdır. Azaltmaqla induktivliyi. Bəli, induktivliyi azaltsaq period azalar. Doğru cavab olacaq C. Yükün amplitud qiymətindən asılı deyil. T. Sarğacın induktivliyini artırmaqla deməli yanlışdır. 31-ci sual. Demək, verilmiş rəqs konturunda yaranan elektromaqnit rəqslərin məxsus periodu kondensatorun yükünün amplitud qiymətinin asılı deyil. Doğru cavab A olacaq. 33-cü sual, verilmiş rəqs konturunda yaranan elektromaqnit rəqslərin məxsus tezliyinin kondensatorun yükünün amplitud qiymətindən asılı qrafika hansıdır? Deməli, asılı deyil. Nə T, nə nü. T'dir, nüdür, omeqadır. QM-dən, IM-dən
asılı deyil. Bunu sabit belə qəbul edirsiniz. 35-ci sual. Rəqs konturunda AB sıxaclarının hansı induktivlikli sarğac qoşduqda yaranan rəqslərin periodu ən kiçik olar? Deməli, periodun düsturunu yenə yazırıq. 2pi kök altında LC. Buradan görünür ki, periodun ən kiçik olması üçün L və ya C ən kiçik olmalıdır. Burada da L-i ən kiçik, çünki L-i soruşur. L ən kiçik olan L bölü 4-dür. Doğru cavab B olacaq. 37-ci sual. Sərbəst elektron rəqslərin baş verdiyi rəqs konturunda sarğacı maqnit sayısının enerjisinin, kondensatorun elektrik sayısının enerjisindən asılı qrafik verilmiş. Rəqs konturunun tam enerjisi. Yenə də tam enerji bildiyimiz kimi elektrik və maqnit sayıların enerjiləri cəminə bərabərdir. Buradan elektrik sayısının enerjisini götürürəm 30, maqniti də götürürəm 60 və toplayıram, olur 90 mJ. Doğru cavab. Demək, 38-ə də baxaq, fərqlidir. Sərbəst elektron rəqslərin baş verdiyi rəqs konturunda sarğacı maqnit sayısı enerjisinin, kondensator elektrik sayısı enerjisinin asılı qrafiki verilmişdir. Maqnit sayısı enerjisi 120 mJ olarsa, olan anda elektrik sayısının enerjisinin qiyməti soruşulur. Deməli, biz baxırıq burada qiymətlərə. Bu maqnit sayısının enerjisinin qiymətidir. Bəs 180 mJ nədir? 180-ə uyğun, gedirəm, baxıram qrafikdə elektrik sayısının enerjisi 0 verəcək. Əgər maqnit 180, elektrik sayısı enerji 0-sa, onda bu tam enerji də 180 olmazmı? Olar. Deməli, tam enerji 180, maqnit sayısı enerjisi 120-dir. Elektrik sayısı enerjisini tapanda tam enerjidən maqnit sayısı enerjisini çıxmaq lazımdır. Yəni 180-dən 120-ni çıxırıq, qalır 60 mJ. Doğru cavab olacaq. Gedəndə. 39. Rəqs konturunda cərəyan şiddətinin amplitude qiymətinin xarici gərginliyin dövrü tezliyinin asılı qrafiki verilmişdir. Sarğacın induktivliyi 0,125 Henry olduğunu bilərək tutumunu soruşur. Deməli, biz burada rezonans hadisəsi müşahidə edirik və cərəyan şiddətinin amplitude qiymətinə uyğun omeqanı götürürük. Burada omega 0-a bərabərdir. Onda omeqanı üçün yazıram 1 bölü kökdə LC. Bu qiymətləri yerinə qoyuram, tutumu təyin edirəm. Deməli, kvadrat omeqanı götürək 2 vuraq 10 üstü 3 götürürəm. Bərabərdir. 1 bölünsün kök altında 0,125-i 4də 1 yazıram. Hələ ki belə yazıram. Vur C. Bura yerləşmir. Aşağıdan yazacağım. Deməli, kvadratı yüksəltsəm kökdən azad eləmiş olaram. Onlar 4 vur 10 üstü 6 bərabərdir. Bu 4 kökdən çıxır, həm də yuxarı qalxır. 2 bölünsün. Demək, daha doğrusu bu kökdən çıxır üçün biz 4 götürək. Kvadratı yüksəltmişik çünki. 4 müsbətə qalxır. 4 bölünsün C. 4-lər ixtisar gedir, qalır C bərabərdir. Buradan alınır ki, demək 1 bölünsün 10 üstü 6. 1 bölü 10 üstü 6 ise 10 üstü mənfi 6 deməkdir. Yəni 1 mikrofarad. Doğru cavab olacaq C. 39C. Davam edirik. Deyir, hansı qrafik ideal rəqs konturunda harmonik elektroman rəqsləri mövcud olduqda kondensator elektrik sayısının enerjisinin zamandan asılılığını düzgün əks etdirir, ifadə edir. Başlanğıc anda kondensatorun yükü maksimumdur. Deməli, QM-dirsə, onda belə çıxır ki, elektrik sayısının enerjisi də başlanğıc anda maksimum olacaq. Çünki bu kəmiyyətlər üçü bir anda, yəni Q-dur, U-dur, W-dir, eyni anda maksimum qiymətlər almışdır. Mexanik rəqslərdə də biz qruplaşdırma etmişdik. Burada da həmçinin ona görə doğru cavabımız A olacaq. Müəyyən nöqtədən başlayır. Enerji mənfi ola bilməz. Yəni bunları çıxırıq. Elektrik sayısı enerji sabit ola bilməz. Müəyyən nöqtədən başladığı üçün sinusoid da ola bilməz. Doğru cavab olacaq A. 43-cü sual. 1 bölünsün Henry vuraq Hertz'in kvadratı. 1 böl Henry'ni L kimi qəbul edəsək, Hertz'i də nü kvadrat və ya omega kvadrat yaza bilərik. Və bilirik ki, 1 böl L, omeganın kvadratının yerinə 1 böl LC gedir ixtisar. Qalır C. Deməli, bu nədir? Elektrik tutumudur. Doğru cavab deməli D. Amma başqa cür də bunu etmək olardı. Necə? Məsələn, Henry'ni açmaqla, nə bilim, başqa yolla, məsələn, omega bərabərdir 1 böl LC, kök altda LC-dir, kvadrata yüksəltməklə omeganı Hertz qəbul etsək, Hertz'in kvadratı bərabərdir. Ümumiyyətlə, belə yadda saxlaya bilərsiniz. 1 bölünsün Henry vuraq farad. Yəni, bunu belə bir ifadə kimi qeyd edib, hardasa yadınızda saxlaya bilərsiniz. 45-ci sual. Kulon bölünsün kök altında Henry vuraq farad. Yəni, farad vuraq Henry. Bu da Q bölünsün LC kök altındadır. Bunu QM də yazmaq olar. Biz bilirdik ki, IM-in düsturu var. QM omega. Biz bununla yanaşdıq. Bu yanaşma ilə geçsək, demək, burada nə edə bilərik?
Demək, buradan QM omega yazdıq. Demək, 1 amperi buradan, əslində amper açılmır, belə qeyd eləsək, 1 amper bərabərdir, kulon vurulsun. Bu omeganın da yerinə 1 böl kökdə LC qoyub, yəni 1 böl kök altda Henry vuraq, farad yazmaq olar. Demək, onda belə çıxır ki, bu 1 amper imiş. Başqa cür də açmaq olar, amma ilk ağla gələn QM omega düsturundan, YM QM omega olduğundan bunu müəyyənləşdirmək daha rahatdır. Doğru cavab B. 47-ci sual. Rəqs konturunda sərbəst elektromanyetik rəqslərin tezliyinin lövhələr arası məsafədən asılı qrafikini istəyir bizdən. Kök altında LC. Buna bərabərdir 1 bölü 2 pi. Kök altında L. S-ni açırıq. Epsilon, epsilon 0. S bölünsün D kimi. Bu kök altı. Bu D qalxır surət məxrəcdən yuxarı qalxır. Çünki məxrəci bilirik ki, surətə qalxır. Onda düstur bu şəkildə düşür. 1 böl 2 pi. Kök altda D-ni də qaldırıram yuxarı. Elə belə yazıram. Kök altda L, epsilon, epsilon 0 S. Buradan görünür ki, induktivlik sabit olanda deməli, epsilon, epsilon 0 sabitdir və buradan D ilə necə asıldığı kök altı düz asılı olacaq. Kök altı düz funksiyanın qrafiki isə D variantını verəcək. 47D. Sonra, bağışlayın. Deməli, 49-cu sual rəqs konturunda kondensatorun tutumu 96% artdıqda rəqslərin periodu necə dəyişər? Bilirik ki, rəqs konturunun periodisturu kök altında 2 pi kök altında LC-dir. 96% artım 1,96 dəfə artım deməkdir. Əgər induktivlik, daha doğrusu tutum 1,96 dəfə artarsa, tutum 1,96 dəfə artarsa, 1,96-dan kök çıxacaq 1,4. Deməli, onda 1,4 dəfə neyəcək? Artacaq. Doğru cavab olacaq C. 51. Rəqs konturun maksimal yükü verilib QM 5 mikro. Mikronu çeviririk kulona. Mikro 10⁻6 kulon. Cərəyan şiddətinin amplitudu qiyməti 10 milliamper. O da 10⁻2 amper verəcək. Rəqs periodu soruşulur. Pi-də 3. Bilirik ki, IM bərabərdir QM omegadır. Omeganı açırıq QM. Omeganın da yerinə 2 pi bölünsün T qoyuruq. Və məsələn həll edirik. T-ni də buradan tapanda QM vurulsun 2 pi bölünsün IM olacaq. QM nə qədərdir bizdə? Deməli 5 vuraq 10⁻6. Vur 2 vurulsun 3 bölünsün IM nə qədərdir? 10⁻2. 10 istifadələri 5 2-yə vuram 10. 10⁻6 ilə 10 gedəndə 10⁻5-imiz qalacaq. Burada 10⁻5. 10⁻2 də müsbət 2 kimi qalxacaq yuxarı. 3 vuraq 10 üstü -5, 10 müsbət 2, 10⁻3. Yəni 3 milli saniyə. Doğru cavab olacaq B bəndi. 10⁻3 bilirsiniz ki, millidir. 51. Yazdıq. Doğru cavab B aldıq. Deməli, keçdik növbəti suallara. Burada 52 də fərqlidir. 52-yə də baxırıq. Deməli, saracın induktivliyi verilib. L 80 milli Henry 8 10⁻2 yazmaq olar. Çünki 80-i 10⁻3-ə vururam. Hər bir kondensatorun tutumu S bərabərdir 400 mikrofarad. Mikro çeviririk farada. Deməli, 4 vur 10⁻4 farad eləyəcək. Kondensatorların məxsus periodu soruşulur. Konturun daha doğrusu məxsus periodu soruşulur. Pi-ni isə 3 verir. Deməli, biz bilirik ki, T2 pi kök altında LC-dir. Buradan 2 kondensator ardıcıl qoşulub. C ardıcıl tapıram. Buradan ümumi tutumu tapıram. Bilirik ki, ardıcıl birləşdiriləndə kondensatorların ümumi tutumu tapanda birini götürüb sayına bölmək lazımdır. Demək, onda olacaq 4 10⁻4 bölünsün 2 eləyəcək 2 10⁻4. Götürüb yerinə qoyacağım. T bərabərdir 2 vur 3 kök altında 8 10⁻2 2 10⁻4. Bu eləyəcək 16. 16-dan kök çıxacaq 4. 6 4 24. 6 vur 4 vuraq. 10⁻6-dan da kök çıxacaq 10⁻3. 24 10⁻3 yəni 24 milli saniyə. Doğru cavab olacaq C.